şəhidlərimizə rəhmət. Amin ya Rabbi. Salamünaleyküm. Sabahınız xeyir olsun, zəfər gününüz mübarək olsun. Cənab başçı Bayramınız mübarək. İlham müəllim, Allah sizi qorusun. Amin. Siz ki bu cür xalqımızın arasında hər zaman olduğunuz kimi indi də şəhidlərimizin zəfər günü münasibəti ilə xalqımızın arasındasınız. Sizə xalqın adından, Mingəçevir əhalisinin adından minnətdarım və təşəkkürümü bildirirəm. Amin. Azər Bağırov olaraq bildiyiniz kimi sosial şəbəkədə üç qardaş şəhid qazi veteran ailəsinin adından bizim dünya Azərbaycanlılara 65 ölkəyə paylaşımlarımız var. Hər zaman da istəyərdik ki, sizləri biz xalqın arasında görək, necə ki görürük. Sizin gördüyünüz işlərdə görə, şəhid ailələrinə, analarımıza verdiyiniz dəyərə görə sizə minnətdarım və təşəkkürümü şəxsən Azər Bağırov olaraq təşəkkürümü bildirirəm. Zəfər bayramınız mübarək. Xahiş edirəm ki, xalqımıza Mübarək. Mən də bax deyirəm, bütün şəhid ailələrinin hər birinin bayramlarını təbrik edirəm. Bu şəhidlərin qarşısında bir daha baş əyirik. Onların hesabına bugün biz Zəfər bayramını qeyd edirik. Onların qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımız işğaldan azad olunubdur. Ali Baş Komandanımızın rəhbərliyi ilə və bugün biz çox böyük qürurla Zəfər bayramını qeyd etməklə eyni zamanda böyük bir ehtiramla onların hər birinin qarşısında baş əyirik. Onlara Allah'tan qəni-qəni rəhmət edirik. Allah sizdən razı Allah olsun. xalqımızı qorusun, Allah dövlətimizi qorusun, Allah ordumuzu qorusun. Azərbaycan xalqı həmişə şana, şöhrətə, zəfərə layiqdir. Belə də olacaq. Ali Baş Komandanımızın rəhbərliyi ilə belə də olacaq. Allah şəhidlərimizə rəhmət. Amin, amin. Bayramınız mübarək. Bayramınız mübarək.